Şeyx Həsən adında bir rozaxan var, deyim, mən getdim, orada İmam Hüseynin roza oxumağa, həmin o məntəqədə. İmam Hüseyin rozası uzun çəkdi, məclis gec qutardı, mən bilmədim, qaydım, qorxdum ki, vəhşi heyvanlar var. Qalmağa yerim yoxdur, neyniyim? Axırı qərara gəldim, bir qapını döydüm, qapını döyəndə qapı açıldı, gördüm ki, həmin bu Əli içkili vəziyyətdə, sərxoş vəziyyətdə, əlində bıçaq, dostları ilə, hamı da bunu tanıyır, hamı bundan qorxur. Dedim ki, vay mənim halıma, indi mən neyniyim? Deyim, məni gördü, əbamdan tutdu, çəkdi. Dedi, şeyx, nə deyir? Buradan nə qələt eləyirsən, deyib belə dedi. Deyim, mən dedim ki, gəlmişdim İmam Hüseyin rozasına. Dedi, əşin, nə xəbərdir siz? İlin 12 ay roza, əzadarlı. Deyim, mən dedim ki, axı fərqi var. Bir məsələ var ki, bu gecə Məhərrəm ayının 1-ci gecəsi. Deyir, elə ki, mən dedim, Məhərrəm ayının 1-ci gecəsidir. Deyir, bu həmin içkili vəziyyətdə, əlində bıçaq olan, o sərxoş vəziyyətdə olan həmin o Əli, gördüm başını darvazaya vurur, öz-özünə deyir, Əli, utanmırsan? Məhərrəm gəldi, yenə içirsən. Məhərrəm gəldi, yenə də günah eləyirsən, başqa aylarda da günah, Məhərrəmdə də günah. Ondan sonra deyib, bıçaq əlində mənə dedi, şeyx, səni tikə-tikə eləyərəm, oturub mənə indi roza oxumalısan. Deyir, dedim ki, sən məndən əl çək, mən burada çölün düzündə sənə necə roza oxuyayım, roza minbər istəyir, roza məclis istəyir. Dedi, minbər istəyirsən, özün minbərin olaram. Diz üstə oturdu, əllərin qoydu yerə. Dedi, gəl, çıx çiynimə, Hüseyin rozası oxu. Oturdum, deyir, dedim, Bismillahirrahmanirrahim, Elhamdülillah Rabbil Alemin, yenə durdu ayağa, dedi, şeyx, məni çox məəttəl eləmə, məni tez apar Əbəlfəzlin qapısına, dinən Əli gəlib sənin qapıya. Deyir, oturdu yenə elə diz üstə, mən çıxdım, belində oturdum. Ey əhli hərəm, mir o ələmdar,